Bu telefonun rəsmi adı Xiaomi'dir. Xiaomi deyil, Xiaomi deyil. Ruslardan başqa görmədim Xiaomi deyən. Əgər siz də Xiaomi'dən başqa bir şey deyirsinizsə, əsaslandırın, paylaşın ki, mən də yeni bir şey öyrəndiyimə sevinim. Kanalıma abunə olun, mən davam edirəm. Salam, mən Nurlan. Hamınızı salamlayıram. Bugünkü studiyamın qonağı Xiaomi 15T Pro'dur. Xiaomi T seriyası ilə bizə deyir ki, mən sizə orta yuxarı büdcəli telefon verəcəm. Daha doğrusu smartfon. Amma yüksək göstəricilərlə. Nə yaxşı ki, orta sözündən sonra yuxarı sözü də var. Telefonun qiyməti o qədər də ucuz deyil, indidən sizə deyim. Lakin xarakteristikalarına göz gəzdirəndə görürsən ki, doğrudan da 2-3 min manatlıq telefondan olan xarakteristikaları elə bu Xiaomi 15T Pro ilə bizlərə təklif edirlər. Əvvəlcə gəlin bu smartfonu qutusundan çıxardaq. Görə bir qutusunun altından nə çıxacaqdır? Aha. Bizi belə bir qutucuq qarşılayır. Qutucuğun içində nə var? Gəlin birinci bu iynədir sim yuvasını açmaq üçün. Ondan sonra hamının maraqla oxuduğu bu kitabçalar və belə bir case var içində. İstəyirəm caseə baxıb görək nə var bu casedə. Çox maraqlı və premium görünür case sizə deyim. Düzdür, sərt deyil, plastikdə əslində sərt olmalı yaxşı deyil. Designed by Xiaomi. Nə maraqlı. Gəlin bu case'i qoyaq qablaşdırmasına ki, korlanmasın və günün qəhrəmanı 15T Pro. Və bu da qarşınızda yeni 15T Pro. Bu kağızı birdən-birə qopurmaq lazımdır. Bax, səsə göstərim sizə. Baxın, bəlkə deyirəm bir dənə hər videoda unboxing asmırı, özü asmıra, ASMR videolar çəkim. Nəysə, keçək əsas məsələyə. Telefon gördüyünüz kimi çox elegant bir dizayna malikdir. İndi altında e-mail nömrələri falan var, onu mən gizlətmişəm. Buradan belə göstərim. Telefon gördüyünüz kimi doğrudan da çox elegant bir dizayner sahibliğində. Mən bu üstündə yazılanları, bunları oxumuram. Onsuz da hamısı haqqında ətraflı danışacağam. Hələlik bunu belə qoyuruq bura. Qutunun altında daha nələr var? Niyə qoyublar? Yəqin ara kəsmə. Wow! 90 vatlıq adapter başlığı. 90 vatlıq hyper şarj adapter başlığı. Bilirsiniz də, yəni telefonu neçə dəqiqə 100% doldurar. Və bir dənə də USB-dən Type-C-yə bir naqil qoyublar. Bununla həm sürətli şarj edə bilərsiniz, həm də siz sürətli fayl ötürməsi edə bilərsiniz. Yəni deyirəm, inşallah ki, növbəti telefonlarda Type-C belə hər iki tərəfli Type-C olan bir naqil görərik burada. Bunu da qoyuruq bir kənara, ümumiyyətlə qutuları qoyuruq bir kənara. Telefonu açaq gəlin ilk öncə. Telefonda Android 15 əməliyyat sistemi var, amma düşünürəm ki, Android 16 da bu telefona yəni yeniləmə verəcəklər. Çünki yeni telefonda HyperOS təbii ki. Telefonumuz da açıldı. Mən yenə bu qurulumu etmişəm ki, sizin çox vaxtınızı boş yerə almayım, çünki qurulum həqiqətən də bəzən çox uzun çəkir. Dostlar, sizə deyim ki, son vaxtlar təqdim elədiyim Xiaomi'lərdə ekran parlaqlığı çox gözəl və xoşagəlimli görünür. Dizaynı son vaxtlar klassik eləyirlər, xoş gəlir daha doğrusu. Məsələn, bu telefon dizaynı mənim çox xoşum gəlir. Yeri gəlmişəm, bu telefonun da çərçivəsi alüminium çərçivədir. Bu smartfon çox güclü smartfondur. Açığı bizim bazar üçün qiyməti də yetərincə yaxşı olan bir smartfondur. 512 və 1 TB yaddaş var. Əlavə olaraq telefona alınan Redmi Watch 5 smart saatda hədiyyə eləyirlər. Bayaq demişdim axı, bu smartfon güclü smartfondur. Belə ki, eşitdiyim şayələrə görə prosesor dünyada 3 yaxşı prosesorlardan biridir. MediaTek 3 nanometrli arxitekturada fəaliyyət göstərir və 3,73 GHz tezliyə qədər qalxa bilir. Grafikanı da yaddan çıxarmırlar və qrafik çip olaraq Immortalis G925 MC12 təyin ediblər ki, get bala, get xidmət elə, cəmaət oyundan həzz alsın. Telefon 12 GB-lıq LPDDR5X versiyalı RAM ilə təchiz olunub. 256 GB yaddaş, 512 GB və 1 TB yaddaş versiyaları da mövcuddur. Yaddaş hal-hazırda irşadda 512 və 1 TB-lığını gördüm mən. İndi linkini də aşağı yerləşdirəcəm. Yaddaş da belə yaddaş deyil. SSD UFC 4.1 versiyalı yaddaşdır. Bayaq demişdim axı, ekran parlaqdır. Bunun səbəbi var. 144 Hz ekran qoyublar telefona. Elə bir gaming monitordur zalım.
6,83 inç ölçüdə 144 Hz ekranla təchiz olunub. Corning Gorilla Glass 7 ilə üzlənib, yəni daha dözümlüdür belə deyək. 3200 nit maksimum parlaqlığa qədər yüksələ bilən AMOLED ekrandır. 447 ppi də rəng sıxlığı var. Rəng demişkən 67 milyon rəng çıtaları ilə DCI-P3 rəng qammasının 100%-ni əhatə etdiyini deyir istehsalçı. Bu da daha dolğun, daha yaxşı rənglər deməkdir. Ekran toxunma tezliyindən gəlmək istəyirəm. Mən baxın, bu ekran toxunma tezliyi adi işləmə rejimdə 480 Hz-dir. Oyunda isə işlər dəyişir və bu sürət 2560 Hz-ə qədər qalxa bilir. Ona da deyim ki, bu smartfon da IP68 sertifikasiyasından keçib. Yəni suya və toza davamlıdır. Suya da deyəndə də axarıb krantın altında yuyub suya çəkməyin. Sadəcə suya toza, yəni yağış suyuna davamlıdır. Gəldik əsas məsələyə. Hamıya maraqlı olan məsələyə. Bu kameralar. Telefonun kameraları pis deyil, hətta deyərim yaxşıdır. Reallığı danışsaq təbii ki bir iPhone 17 Pro və yaxud Xiaomi 17 Pro Max deyil, amma və lakin şəkil çəkməyini mən çox bəyəndim. Kamera məsələsində Leica ilə birgə əməkdaşlıq ediblər. O da öz sözünü deyir. 3 ədəd kamera yerləşdiriblər. İkisi 50 megapiksellik, biri isə 12 megapiksellik kameradır. 50 megapiksellik kameralardan biri geniş bucaq kameradır. 23 mm'lik 1.6 diaframda təchiz olunub. Bu da o deməkdir ki, işığı daha yaxşı qəbul etdiyi üçün gecə çəkilişləri də yaxşıdır. Digər 50 megapiksel olan kamera isə 115 mm'lik periskop telefoto kameradır. O da 3 diaframla təchiz olunub və 5x optik yaxınlaşdırma var. Yəni linza özü yaxınlaşır, hər hansı bir kadrı yaxınlaşdırmır. Hər iki kamerada optik sabitləyici yerləşdiriblər. Yəni optik stabilizasiya var. Siz video çəkən zaman titrəmənin daha yaxşı qarşısını alır. Ultra geniş kamerada isə 12 megapiksellik 2.2 diaframda 15 mm'lik bir linza quraşdırılıb. Düşünürəm ki, daha yuxarı segmentlərdə daha yaxşı bir ultra geniş kamera ilə rastlaşarıq. 12 megapiksel məncə o qədər də super wow göstərici deyil, amma wow bir göstərici var. Bu telefon 8K 30 FPS-ə qədər video çəkiliş eləyə bilir. Hər dəfə o FPS deyir ya, qısa olaraq FPS-in nə olduğunu deyim, saniyə başına düşən kadr sayıdır. Yəni bir kamera 30 FPS ilə video çəkiliş eləyə bilirsə, bir saniyədə 30 kadr çəkir. Elə FPS abreviaturasının açıqlaması da budur. Frame per second. Gəlin mən kameranı buradan açım. Mən sizə kameranın interfeysini göstərmək istəyirəm. Burada da bəzi məqamlar var gördüyünüz kimi. Mən belə göstərim bunu. Burada şəkil məsələsi var. Şəkil, video, ondan sonra Pro rejim var ki, Pro rejimdə digər əlavə tənzimləmələr açılır şəkildə. Hətta bu şəkili yuxarı sürüşdürməyinə görə Ultra HD, Fast Shot, yəni tez-tez çəkiliş, yavaşlandırılmış slow motion çəkiliş, sürətləndirilmiş çəkiliş, uzun fokuslama, yəni o yolda gedəndə görürsünüz, maşın gedir, arxa faraları elə bir uzanır. Bax, o uzun fokuslama budur. Panorama 4-5 dənə yerdən telefonu zor-zor çəkirsiniz, uzun bir şəkil alınır və Super Eye. Axşam rejimində Super Eye başlayır, əməlli başlayır yaxınlaşdırma eləməyə. Hətta siz süni intellekt alətlərindən də bu telefonda çox yaxşı şəkildə istifadə edə bilərsiniz. Gördüyünüz kimi burada Leica'da 2 dənə profili var, hazır, canlı və orijinal. Video rejimində isə nə var? 1080p 30 fps. Baxın, mən buradan sizə belə göstərim bunu. 8K 30 fps açığı mənə çox maraqlıdır və gəlin elə sizə videoları göstərim. Görək necə çəkir bu. Gəlin elə mən də buradan öz şəklimi çəkim. Gördünüz mü? Hal-hazırda ön kameranın öz şəklimi çəkirəm. Çox da yaxşı görünür, çox keyfiyyətli görünür oradan da. Təbii ki, mənim indi işıqlandırmam da çox şey asılıdır, amma sizə deyim ki, çox əla görünür. Gəlin elə ön kamera ilə də 4K 30 fps ilə bir video çəkək. Hal-hazırda mən bu smartfondan video çəkirəm. Xiaomi 15T Pro 4K 30 fps ilə video çəkir. Mənim üçün çox maraqlıdır. Gəlin arxa kameranı yoxlayaq. Hal-hazırda özümü gördüyünüz kimi 8K 30 fps ilə video çəkirəm. Arxa kamerada şəkilləri sizə göstərim necə çəkir. Arxa kamerada 1-2 dənə şəkil çəkəcəm mən burada. Onu da xatırladım ki, telefon həm də Dolby Vision və HDR 10 Plus sertifikatlarını alıb. Dolby Vision demişkən Dolby Atmos da unutmayıblar. Səs sistemi Dolby Atmos'u dəstəkləyir. Yaxşı, daha bir məqam da odur ki, smartfon Wi-Fi 7 və Bluetooth 6 ilə təchiz olunur. Telefonda NFC ilə yanaşı infrared var ki, bu Xiaomi'lərdə bəyəndiyim xüsusiyyətlərdən ən çox sevdiyim xüsusiyyətdir. İlk port, baxın bunun kamera blokuna yerləşdiriblər.
o anlayışı saxladıkları üçün həqiqətən bu Xiaomi-yə daha çox hörmət edirəm deyə bilərəm. İkportlu kamera blokunu yerləşdiriblər. Məncə belə daha estetik görünür burada. Sadəcə siz telefonunuzu evdəki əşyaların üzərində pult kimi istifadə edə bilərsiniz. Bəs bu qədər zəngin xüsusiyyətli smartfonun bateriyası nədir? Deməli Xiaomi 15T Pro 5500 mAh-lik batareya ilə təchiz olunub. Təbii ki 90 Wh-lıq adapter başlığı varsa da 90 Wh-da şarj olmalıdır. PD3 və QCU4 standartı ilə 90 Wh-da hiperşarj ilə 100% 36 dəqiqəyə doldurduğunu deyir istehsalçı. 50 Wh-da da naqilsiz hiperşarj enerji ötürdüyü bildirilir. Telefonda gördüklərimi sizinlə paylaşmağa çalışdım. Suallarınızı isə şərhlərdən mütləq gözləyirəm. Kanalıma abunə olmağı, videonu da bəyənməyi unutmayın. Hələlik dostlar, növbəti videolarda görüşərik.